Rusiyada və yaxud da Amerikada ana oğul anaya deyir, ana, я живу жена, просто ребенок есть, uşağı var, он его муж или нету, yəni ayrılıb. O ana da oğula deyir, no problema, tək ki sən xoşbəxt ol. Maltiki gedir alır. Azərbaycanda oğul anaya yaxınlaşır bəzi ailələrdə. Ana, mən bir qadın sevirəm. Hə, axır ki evlənirsən, nə yaxşı. Amma bir problem var ana. Baş rollarda Zita. Nədə oğul? Əlin qoyur rəyinə. Nə oldu tezdə? Yazırdım mən təzyiqlərim arası deyəndə. Nə oldu artist deyəndə? Oradan təzyiqlərim almış. Deməyib ha, hələ təzyiq dərmanı gezir. Oğlan yazıq olayları gətirir gözünün qabağına. Bir dəqiqə stəkan uçacaq, ana ürəyə gedəcək yerdə. Bu kino teatrları xatırlayır. Deyim. Uzun bir müddətdən sonra fikirləşib, qərar verəndən sonra deyir ki, mən boşanmışam deyən uşağı. Nə deyirsən ay bala? Mən boşanmış deyən uşağı. Oğul nə deyirsən? Mən boşanmış qızları uşağı. Boşanmışam. Ay bala nə deyirsən? Boşanıb uşağı var. Axır ki dedi. Ana. Benzini tökməz mi yaptın ana? Bu seni mesela aman edemelim. Seni oğulluktan silerim. Beni Avrupa'nın içinde kaçıran içinde bilebilirim. Dedi. Üzünü çırdı. Bu söhbət bəzi ailələrdən gedir. Qoydu yerə, oğlanın məhəbbətin içində bir dipçə gül. Üstünə də haftağı ilə suladı. Üstünə də yazdı, Allah rəhmət eləsin, növbəti instansiya, Qara Qarayev. Yönəlirik ulduza. Bəli. Beləliklə, ana götürür qızın şəklini, qaçır mollaya. Ay molla, evim yıxıldı. Molla dedi, buyur. Oğlum bir qadına ilişib, filan kəsə, özdə boşanmışlara filan kəs deyirlər, filan kəsə, elə bunun əlindən mənim oğlumu al, yedizdirir, içizdirir, oğlum olan xəşləyir, oğlumun olanın qalanını da alıb əlindən, yazıq qız, bədbaxt qız, heç nə görməyib, uca senarini yazdı, oğlunu bundan evləndirdi, oğlu bunun evinin dalından keçdi, hər şeyindən keçdi, öldürdü qızı, cındır evladı qoydu ora, molla qızı tanımamış, üflədi qıza getdi.